Sonda üzümü tutub sizlərlə bir dərdləşmək istəyirəm. Xüsusilə də biraz yaxın otursun o kəslər ki, bizim xütbələri montaj eləyirlər. Mənim dəyərli qardaşlarım, dəyərli bacılarım, nifrətlə demirəm, yenə də sizi çox istəyirəm. Sizdən xahiş edirəm, dönə-dönə mənim xütbəmi montaj eləyənlər. Bir var o paylaşanlar, olan eşim yox, onlar bilmirlər axı. Siz montaj eləyən qardaş bacılarım, xütbəni montaj eləyəndə mahiyyətini dəyişməyin, mənasını dəyişməyin. Mən bir şey demək istəyirəm, sən mənim dəyərli qardaşım, tamamən dəyişsən üstəliyi qoysan. Mən məsələn deyirəm ki, Əmirül-Möminin dedi əleyhissalam, dedi ki, az qalıb, geyəcəm sizin aranızdan. Sən Əmirül-Möminin kəlməsini çıxartmısan, mövzunu elə düzəltmirsən ki, sanki mən deyirəm cəmaat, mən geyəcəm sizin aranızdan. Belə geyəcəyi hamı söz onda deyil. Elə bir sanki elə görsənər ki, mən deyirəm ki, 2-3 günə gedirəm. Bu qədər insanları gərgin saxlamaq. Mən neçə gündür çölə çıxıram bu sual, tədbirə gedirəm bu sual, dostlar zəng edir bu sual, kənar ölkədən yığırlar bu sual, dostlarıma yığırlar bu sual. O vəziyyətə yetişmişəm ki, dostlar yığıb, sən Allah bir kəlmə danışdırsan yoxsa yox. Mən məsələn deyirəm ki, Əbəlfəz ağa İmam Hüseynə dedi ki, ağacan, ya Əbu Abdullah Hüseyn, sən mənim cənnətimsən. Hə? Sən kesmirsən o kəlməni, Əbəlfəz əleyhissalamı çıxartmısan, İmam Hüseyni çıxartmısan. Bir dənə bu kəlmə qalıb, mənim cənnətimsənsən. Bu mövzuda Allah vəlisinə olan sevgidən, Allah dostuna olan sevgidən, ilahi eşqdən söhbət gedir. Siz ilahi eşqi çevirmişsiniz romantik sevgiyə. Allah sizdən razı olsun. Maşallah.